dərini sağlamlaşdırırıq. Amma son 10 ildir ki, artıq bütün dünyada, son dönəmlərdə də artıq Azərbaycanda biz buna həm də orqanizmin daxili vəziyyəti ilə bərabər yanaşma edirik. Yəni, əgər pasiyent gəlirsə, biz pasiyentdə qan dəyərlərinə baxmağı mütləq görürük. Çünki əgər qan dəyərlərdə bir defisitə rast gəlirsə, bizim etdiyimiz hər hansı bir prosedurun həm təsiri çox uzun müddət sürməyəcək. Həm də təsir effekti istədiyimiz qədər olmayacaq. Ən çətin və ən nadir dermatoloji problem hansıdır sizin şəxs təcrübənizə görə? Bizim təcrübədə ən çox rast gəlinən ağırlaşmış aknelərdir. Yəni, çünki bəzən olur ki, problemi çox az olur pasiyentin. Fərqli-fərqli yanlış müalicələr nəticəsində vəziyyət ağırlaşır. Akne xəstəliyi də elədir ki, onsuz da gec müalicə olunan bir xəstəlikdir və müalicəyə çətin tabi olunan aknelər əlbəttə bizə biraz çətinlik törədə bilir. Bir prosedurun ümumiyyətlə ideal alınması üçün istər dolgular, botokslar və ya digər inyeksiyon prosedurlar. Burada texnika mı önəmlidir, üz simmetriyası yoxsa pasiyentin özünün mimikası mı önəmlidir? Daha ideal nəticə olsun deyə. Burada hamısı önəmlidir, amma başlıca olaraq həkimin professionallığı daha önəmlidir və preparatın tərkibi. Yəni, preparat həqiqətən təmiz preparat olmalıdır ki, nəticədə yaxşı olsun. Həkimin yanaşması da ondan ibarətdir ki, qarşındakı pasiyentin üz mimikalarından əlavə əzələ sistemini də nəzərə almalıdır. Üzün sümük quruluşunu da nəzərə almalıdır. Onları nəzərə almadan edilən hər hansı bir prosedur heç bir müsbət nəticə verə bilməz. Burada fərqli-fərqli üz cizgilərində və fərqli-fərqli sahələrdə olan xanımlar var. Təbii ki, məsələn, mən gəlsəm, aparıcı kimi mənə başqa bir prosedur, dəyərli Aytaç xanım gəlsə, müəllim kimi ona başqa bir prosedur olacaq deyə düşünürəm. Sizcə? Məncə, hər kəsin öz üz quruluşuna uyğun prosedur olmalıdır. Yəni, onlar nəzərə almalıdır. Olurmu ki, məsələn, Angelina Jolie şəkli gətirir, deyir, məni buna bənzət. Onu bütün dünya yaşayır. Onsuz yaşayan yoxdur. Dodaqların nazik Angelina Jolie dodağı istəyirəm. Bu arada bir əlavə